bundandır. İçi xüt deyil ay bacı. Ay bacı, bu neçə gündür bir marojna axtarır, biz onu tapırıq. Bu deyil. Ne var? Paylanço. Ay dedim ha. Ama şura mı değil? Başkası onun gibi çok yaşaydı, andırardı onu hadise. Ancaq harası. Mənim vəziyyətim mən uşaq. Ora bax gör, orada da var, ola. Qollar, apaçılar. Ay dostlar, bir həftədə axtarır onu tapır. Oh, dünən 5 dənə 6 dənə mağaza gəldi. Güləşliyə qədər getdim, gecə çıxdım, tapamam. Burada da yoxdur. Burada da Milan'dır. Bu da geçen ondan değil. Alsa. Neresi de var? Başka şey. Alsa. Bu da alışverişimiz. Valla dedim budur. Aha. Sırt budur. Deməli dostlar, bunun dediği budur. Bu ne olur şu içinde Can? Bunun içinde ne olur şu Can? Dediği budur arkadaşlar. Al bakalım. Can. Ne gözlüsün? Ben içmem. Sen Niye? özüne götür. Yok. Gene yeke katı alım, yeke. Fazla yoktu. Bu da mən görürüm. Ağzım oyama 3-5. Natik, bu neydi? Arkadaşlar bir tane böyle qaçaq götürdük. Yox, heç olmaz. Əslində mən bilmə yulaf istifadə eləməmişəm, amma yenə də. Bax da, tərkibini oxu. Deməli qızlar, uşaqlar bizdən qıyma istəyirdi. Makronla qıyma da, belə deyim. Cünəstə onlara makronla qıyma pişirəcəyim. Əti buradan alıq. Çünki o dəfə buradan aldım, yaxşı çıxdı əti. Bilməm, çox adam bəyənmir, amma pis çıxmadı, yaxşı çıxdı. Həm də bir də buradan oraya gedib az allıq deyə ikisinə yetdik. 8 manatlıq, 7 manatlıq belə. Daha qəssab əbini narahat eləmir ona görə. Yox, baxsın. Teyox balaca teyox da götürürsən. Hər qızlar bir də belə çolpa götürürük. Uşaqlara günorta yeməyi yox, daha doğrusu axşam yeməyi də çolpa ilə kartoşka, teyoğun filesi də bizə. Kasıb yaşamağın yolunu tapmışıq. Qızlar bir dənə belə balaca mini zeytinyağı götürdük. Belə göbələk, kişniş, reyhan. Bir də belə kartoşka. Çörək də zavod çörək götürdüm. Bilməm, təndir zavod. Sən gəlmədin deyə dayı eləyəmədim. Ay, yaxşı gəl. Olsa biz çörək yemirik ki. Güzel. Sonra da mutfağa. Ne kofesi? Acı kofe. Deməli qızlar, yadınızda bir ara bundan, həmişə bundan içirdim. Heç indi bunu da içmirəm. Həsrət qalmışım. Acım da çörək götürür. İstidir. Əlin yanar ehtiyatlı. Ora qoy. Deməli qızlar, bir dənə də uşaqları təndir çörək götürdük. İndi yiyəcəklər burada çörək. Diyetin üçüncü günündə mən. Bax sən öldürəm, iştahım Mənim sənə də. qədər çəkmir. Mənim də əgər Bu filet iştahımı kəsibsə, mənim kimi adam yiyəli iştahımı kəsdi. Mənim də. Gör işte dirəkdən başqa şey dilimə vurur ha. Nədən başqa? Özümə yaxşı qol fındıq alaydım bir. Nədən başqa bacı qurban? Ha, yazdım. İyiliyir dostlar. Çörək iyiliyir. Yaman düşman. Çok düşmüyor. Yaman düşman. Az gözlədi. Yağlı deyir. Yağlı deyir ömrüm. Bir Bunu yerində mən 10 gün diyetlik sıx. çarxada adam. 10 gün sıx. Sən öl var ya, onu səhərləri 2 dənə sağ atsan, sənin mədəvi toxudur. Bilirəm. Həm də yaxınlaşardılar. Bunun dadı yaxşıdır. 2 manat verərsən. Kasıb bacım 2 manatlıq qoz ləpəs götürür. Kasıqlar gəlir, çox alsam çox yeyəcəm. Ne kasıb? Yaxşı. Şalqaq bacım. Səhər düzəltdirikdə diyetdə 2 dənəsini qoyursan yanına, yeyirsən, arıqlayırsan. Adamı toxudur aşkım. Belə öyrən. Görmə aparın, niyə canım? Nədir də, üzümdür bu. Baxı da, yox, cavalı, yox, alça Qoyursan. qursan. Diyetdən qırar. Amma cavalı yeyə bilərsən də, həzmi. Yumurtalarda var dedi dənənə. Tor. Çörəyin nəfsi burada mənə. Oo. Dolar burada Nədir? səndə. Nə qədər var burada? Orada elədiyimdə 7-7-4 nə bilim, onlar da yəqin Neçə? 20
haxlamış ola bilərik. Yox, hələ haxlamamışam. Nə bilim, bəlkə də. Bunlar deyil, bu kəsim. Hə. Ədədlə götürdü. Cırı. Hadi o, cırt götürürsən. 5 manat nə qədər? Lazım deyil o qədər. Nasıl ödənəm? Ne defa var ki? Hə? Ne defa? Hadi hə. Cırı. Hə, cır. Allah haqqı cır. Salafan gətir. Vallahi. Olsa bugünkü ortadan keçdi məndə. Yeyə bilmirəm. O yumurta yumursa salma. Toşat yiyeceğim, yine bir şey. Acından ölenler gibi. Nə yesən? Pandır xiyardan yiyeceğim, bir de şey yiyeceğim. Qartıq bir ortadan sonra. Hadi olsa da yumurtan keçib. Allah yumurtanı normal yemirəm. Axşamı da adından ətirəm. Sən yumurtanı normal ye, bir də axşam yeməyə bir yatırıcı. Aşım var olsun. Dostlar, yenə gəldik zurnanın zurt dediyi yerə. Çoxlu gəlin bunlardan alın, əmcikli yaman baxdı görsən dayı. Hansı? Bir onu götürmək də gereksin götürmək. Elə yeni gəlir. Heç sevmirəm də bunu. Ürəyim gedir bunlar. Bu neçədir? 3.90'da o birisi de 2 tanesini götürsəm elə yeni gəlir daha. O içindəki bunun çox da. Bu elə onun yarısı. Balacadır. Bu qalında mı? Hə. Ne zaman götürürüm? Bilmirəm, 2 dənəsinin içindən içində olur. Bir dənə götürürəm. Aman tatlı olur Kur'an'a. Yağlı da mı? Çox yağlı. Gel İbaba. Burası koşuyor. Gel ne olur gel. Gel. Başka ne alacağım? Hani şey. Şurada yememden al. Ha? Göbələk aldım. Döşətimiz var. Mən onsuz döşə toyuğun filəsi evdə də var. Hə. Nə salat eləyərəm, yeyərik. Ne salatı? Qardala baxmış. Salata. Qardalı. Olur olmalı. Qardalı olan. Her şey olur, ömrüm. Sadece gidiyoruz kızlar. 2 dənə şey almışıq, farabanı götürmüş. Bir de masada çörözü param olmuştu. Neyse. Ha, indi çörək paralı yemişdin günlər. Ah, o günlər uşaqlar harda qaldı. Maşını belə ilə sürək dostlar. Bu da kızlar bizim məhəllənin qoca pişiyidir. Qoca, ay qoca. Yaman çəkdim. Çözdüm səni. Yine dakını yaman çəkdim. Deməli, Dostlar, cünar suyu neçə kilo içəndə aparmısan? Deməyim də neçəydim, amma elə bir ki, Hə. düşmüşəm yüzümürəm. Hə. Ne demirsən, indi çox olur. Yox, utanmam. Hadi tutarsan. Sonra yatağımda yazılmam. Utanıram. Yazmayın da Bilgili kızlar. bir kız Niməsi olan. mənim bacıma necə yazsam da yazır çəkisini. Xoşlamır da utanır. İstəmirəm. İstəmirəm. Amma arıqlayacağım. Bir aya özümə söz vermişim. Olacağım 70 kilo. Yox, bir ay olmaram. Bir 3 ay azı da olaram yəqin. 70 kilo. Hə, 70'e söz vermişim. Dostlar bu da deyib, yani bunun bir dənə Buranı yediyini atladım, görsəm, özümə Allah'ım söylüyorum. bütün başına bir eləyəcəm. Prosto ki, belə hərəkətsizlik olmaz. Gedirəm yeməyimi yeyəm, günorta yeməyi gedim, çıxım çölləri ancaq gəziş eləyəcəm. Bir də gedim orada məşğul. Axşamlar düşmür yani. Düşmürsünüz ha? Mənə dünə mən düşürəm. Akşamlar Bilərəm restoranlarda. Başdan gəlsəm restoranda heç nə yeyirəm. ne yiyirsən da bu restoran yerine fitness'e git, oraya git, buraya git. Ancaq belə şeylər. Səhv deyirəm dostlar. Yaman bölküdür abla. Ha, istidir. Hə də istidir. Burada da hər gecəndə güzgüdə özümə baxmalıyam, bu şərtdir. Bax var. Görəm niyə biz qızlar belə ümumiyyətcə həmişə harda keçir oranın işığına Suyu baxırıq. çox çəndən var. Üzümün təpkiləri dayandı. Bəs su qədər And ola şey Allah. var. Deyim mən o qədər su içmirmişəm ki. Hə, Dəri bədən reaksiya quruyur. verir, quruyur. Bədən quruyur, Maşallah, reaksiya verir. Allah xoşbaxt eləsin. Dostum, gördün. Yaman yox. Hər kızlar gəlmişik. Nədir o qatız? Xanım da saçın rəngini dəyişib. Görün nə gözəlləşir. O qədər dediniz, yazıq dəyişdi. Gələn qızlar badımcan götürəcəm. Badımcan dolması pişirəcəm. Amma bunlar çox balacadır. Baxın burada. Hə, yenə bu biraz oxşuyur. Deməli qızlar, indi də dolmalıq pomidor götürəcəm. Bu qəşəngdir, bərkdir. Yumuşaq istəmirəm. Qızlar, qəşəng 4 dənə də şirin biber götürəcəm, dolmalıq. Var 2 dənə də belə reyhan götürdüm. Hələ qızlar, 4 dənə də acı biber götürəcəm. Nədansə ürəyim istəyir. Bu qırmızı kələmin neçədir? 1.80.
Bir dənə də balaca. Götürüm o salata qəşəngdir. Deməli qızlar, evdə o bir ətdən var, elə belə bundan da alıram biraz. Bir də özümə belə steak alacağam, 2 yerə böldürəcəm salatla yeməyə. Qızlar, 2 dənə belə steak götürdüm. 9 manat 69 qəpik. Birini düyünlə eləyib yeyəcəm sabah, birini də büyünlərim salatla. Mən də gülüm qarğıdalı konservası götürdüm. 1 manat 15 qəpik idi, nə idi, belə ucuz oydu. Deməli qızlar, özümə bir dənə də belə balaca çıqılı gür kələm götürəcəm. Salata vuranda qəşəng olur. Deməli qızlar, xiyar da 1 manat 19 qəpiyə yenib. Bir də belə xiyar götürəcəm 5-6 dənə. Dedi, ben oradaydım, deyir qozu yemə, kilosu 17 manatdır, bahadır. Yo, mən birinci 17 dedi. Həqqı? Ne kadar? Deyir biri gəlib, deyir biri 30 qəpiyə gəlir, 30 qəp verirəm. Yo, əlimə tutmur. Gün də məktəblərin son günüdür, imtahan günüdür. Uşaqlarınız gedirsə inşallah xoş xəbərlərlə gəlir sizə. Qızlar, üç bacının da içdiyini, hər şeyini hazırladım. İndi də içini dolduracağım, atacağım pişməyə. Bəli qızlar, artıq yeməyimiz də hazırdır. Özüm biraz suyu saxladım. Çox suyu yoxdur, belə olmağına baxmayın, birazdan yenəcək aşağı. Pomidor da ki, xalamın üsulu ilə elədim, əzilmədi. Belə görmənə baxmayın, əzilməyib dəndəmdir. Deməli qızlar, özümə də belə bir salat elədim. İçində çeri pomidordur, xiyardır, qarğıdalıdır. Bəyəqandan su göstərmişdim. Sonra əti, steak əti belə bir balaca zeytun yağında o üz qızartdım, bir balaca. Acı biberdir, sonra kürkələmdir. Ancaq belə şeylər. Bir də reyhandır. Çox qəşəng olur. Bir də qırmızı kələmdir. Göz haqqınızı halallayın. Saat hələ 5-dir. Mən səhər gün axşam yeməyimi indi yeyirəm. Deməli qızlar, səhər deyəndə hələ səhərdən çıxmışıq. Bulvara yürüyüş eləməyə. Fitnesin təzə yolu. Dakıdır, Laskadır, Aykadır. İnarsınız, həm küləklidir hava, həm də istidir. Çox istidir, nəfəsim kəsilir. Amma fitnesə başlayandan, diyetə başlayandan əvvəl kişim nəfəsim kəsildir. Dakıdır fəaliyyətindədir. Cümlər də ki, bir ki, atdı onu, o nəsə gidirik. Qızlar, siz Allah göydə çox buluda baxın. Elə bir ki, peşmə idi. Elə bir belə ağ qardı. Adam basıb onu yemək istəyir. Ona o yolu çox şirin deyil. Hələ buna baxın. Bu nədir? Nə deyirsən Dakı? Niyə? Dostlar, niyə mənim şu an bezdirsiniz ki? YouTube'a video atsın. Aha, söyle o. Sen görmezsinler de Dakı. Neyse. Beni yamanla görür axı. Hə. Çox qəşəng təğəl onu. Oo, dostlar, siz alın ona baxın. Çox qəşəngdir. Adam yemək istəyir. Dostlar, bir dənə toluya baxın. Allahım əsirgəsin. Oo, Allah özün qoru ya Rəbbim. Oo. Ay dostlar, bu dayanmır. Belə bir şey yoxdur da yəni. Bu nədir? Allahım əsirgəsin. Oo. İndi də yağış yağdı. İndi yağışa çevirdi. Bu nə yağışdır? Ay Allah, çok korkuram. Həqiqi çok korkuram. Xeyli üçün o yadıma düşdü. Xeyli nə olacaq axırımız? Nəyə korkuram? Cünlər evə nədən gedəcəyik? Korkuram. Bu yağış deyil, bu leysandır. Uşaqlar yığar. Deməli qızlar, axır ki dolu, yağış, hamısı kəsdi. İndi də Allah, qurban olum Allahın məsləhətinə. İndi də biraz gün çıxır. Daklar da oturub, donuruq. Şuyuruq, açıq. Maşın da gəlmişi, çıxa gedəyimizə. Çox işli yağışlanır da yəni. Deməli dostlar, siz Allah bəyəxşi doluya baxın, indi havaya baxın və turistə bura baxın. Oo, bunun hamısı 10 dəqiqənin içində olub. İndi bir abırçılıq. Allah hamd olsun. 5 saniye içinde oldu. Hamısı 5 saniye, o 1 dəqiqənin içində olubdu dostlar. Nə bilim valla, mən şokuyum oku. İndi də taksi vurmuşuq, bayaqdan taksini gözləyirik. Ki gəlsin. Vay. Deməli dostlar, cuna baxın.
Havaya bakın, güne bakın. Kurban olma Allah'a, dünyanın axırı değil. Allah demeyecek bizden. Deməli dostlar, günlərdir. Günlər bura haradır? Bura Xəzər dənizi. Şeydir də, bu Xəzər dənizinin gəmilər şəhəri. Gəmilər gedir. Hamı aliqaq gəmi gözdə. Oranı çıxıyor, aynı oranı. Çəymiş. Deməli qızlar, belə bir badımcan ifrası götürdüm. 3 manat neçə qəpiyə idi. Belə bir ton balığı götürdüm. 2 ədədli 7 manat idi. Belə bir qarğıdalı götürdüm, konservası balaca. Bir paçka qreçka, bir noxud konservası götürdüm. Bir dənə belə şokolad yağı. Uşaqlara 2 dənə təndir çörəyi, 1 dənə toyuq, 2 dənə də elə bir olur belə budla bud gibi qarışıq bitişik daha doğrusu. Bir də ondan götürdüm. Və qarışıq qiyartı götürdüm, kişniş, reyhan, çaxlı falan. Bir qədər çeri pomidoru götürdüm. Salatda çox qəşəng olur, o bir pomidordan dadlıdır. Elə bir qoz ləpəsi götürdüm. Sonra belə bir günə baxan yağı. Bir de atacağım böyle. Şöyle. Ha, ya da belə basırsan bir damcı, sonra Yiyeceğim mi? sən gəlir bax, demək göstər. Yavaş yavaş yenir. Yox, heç bas da. Elə gördü hardan basın gözünə. Böyle. Ver, Sonra ver, tersten ver. her elini. Benizi alsana. O boşuna niye bas? Deyir ki, sən kim teksin. Söktüm. Bir də. Üzü. Ha. Gözəl, gözəl. Qufra. Ha? Sütünü ben geliyorlar ama. Değdi. Ay, elə belə qofman yeri. Su gelmemişti kavak bağlaşır. Değil mi? Mən düz içinə toz qatına ver. Sütünü yavaş yenir. Ben üzüm olsun. Hem şu üzümü suya dökende. Ya. Üzüm olsun. Buyurun buyurun. Ay, axtı getdi axmır. Niye? Ara. Normaldır. Ara töktün üzümü. Gözüm. Dostlar, sabahınız xeyir, gününüz uğurlu olsun. Oyanar oyanmaz, yenə mən, yenə bir qutu dərman. Deməli qızlar, sizə bu dərmandan bəhs eləmək istəyirəm. Gördüyünüz kimi bir ədəd aktiviya, bir də dərman varsa, deməli sən D vitamini qəbul edirsən. O biri D vitamini sizə göstərmişdim. İnanın o qədər faydasını görürəm, o qədər faydasını görürəm. Dəhşət dərəcədə saçım tökülürdü, qeyd eləmişdim. O və çörək otu yağı, indi o içərdədir, onu da qəbul edəcəm. Bu da belə qeyd edeyim sizə, 3D K2 iləndir. Bu nə deməkdir? Yəni 3D K2 o deməkdir ki, bunun tərkibində tez sovrulsun deyə D vitamini sümüklərə, mədəyə lazımlı yerlərə depo olsun deyə, indi mən çox həkim dilində danışa bilməyəcəm. Sadəcə bunu izah edeyim ki, yəni sovrulmasına yağlıdır. Çünki K2 ilə D3 ikisi bir arada çox yaxşıdır. O birisini bitirdim və sizə nə deyim? O birisini mən deməli mənə qeyd ediblər ki, bunu bir dənəsini həftəyə birini içməlisən. Mən o birisini 3 dəfə nə içdim, səhv elədim. Amma 3 dəfə nə içməyimə baxmıyorum. Çox yerin görmüşəm. Saç tökülməm dayanıb. Məndə uşaqlıqdan həmişə sümük ağrısı olub. Oynaqlarım ağrıyırdı, sümük ağrıları var idi. Ümumiyyətcə tam aradan qalxmayıb, amma 70% aradan qalxıb. Üst səpcilərim mən əməliyyatdan sonra səhv müalicə sayəsində 40 dənə antibiotik vurulduğu üçün üzümdə səpcilər var idi. Hətta mən 3 il bunun əziyyətini çəkmişəm. İnanın səmimiyyətimə, and olsun Allaha, səpcilərim belə dayanıb. Səpci yəni nöqtə belə çıxmır. Maşallah. Sonra nəyə xeyri var? Dırnaq sədəflərim çox tez uzanır.
Sonra yəni mədə bağırsaq həzmi daha da yaxşılaşır. Nə bilim bacı, nə deyim qızlar? Yəni çox faydaları var. İndi hələ ki mən effektini gördüklərimi sizə sayıram və bunu həkim məsləhəti ilə və bir çoxunuzda problem yoxsa təbii ki araşdırmalısınız. Belə qəbul edə bilərsiniz. Çox, amma çox xeyri var imiş. Məndə də vitamin çatışmamazlığı yoxdur əslində. Analiz o vaxt dişə görə əməliyyat olacağım gün üçün analizlər vermişdim. Çox az miqdarda çıxmışdı. Sadəcə fəslə görə yenə qeyd edirəm. Saçım dəhşət tökülürdü. Sümük yağlar uşaqlıqdan var idi. Bundan bu aradan qalxmağı, ondan sonra üzümün səpkisinin bu dərəcədə tez dayanmağı çox gözəl bir şeydir. Bir də saçların diblərini bərpa edir, uzadır. Onu da sizə qeyd edeyim. Və Pilus'dakı fantastik bir tərkibə sahibdir və ən əsas da onun da faydaları dəhşətləridir. Bu çoxdur. Onu da məsləhət görürəm sizə. Belə qızlar. İndi gedim bunu içim. Deməli qızlar, gəlmişəm Samariyaya. Artıq qaralmaq zamanıdır. İyun ayına keçid eləmişik. Düzü videolarda biraz may ayından qalma var. Biraz şəxsi işlərimlə bağlı video çəkib yığa bilmirəm, amma çalışacağım ki, çəkim yığım. Rəngim belədir. Bir dəfə gəlmişəm. İndi olacam. Dırnaqlarım da gelib. Siz Allah. Qırıq-qırıq olub dırnaqlarım. Yazılmışam sadəcə olaraq. O qədər müştərisi var ki, xanımımızın. Ona görə gələ bilmirəm. Neysə. Rəngimə baxın, əsas rəngdir. Əlimdə də aşpaz işləyən ərəfələrdə o qədər yanıq qalıb. Neysə. Rəngim belədir qızlar. Burada Arzum stüdyodur. Stüdyodayım. Çox qəşəngdir də, yəni buranın salarisi. Çox bəyənirəm. 20 dəqiqə gəlmişəm, çox effektini görmüşəm. Burada da markov suyumuz var. Bu da satılır. Zadlar almamışdan qabaq markov suyu içirsiniz. Olursunuz şokolad rəngi. Və bədən kremləri də var burada. Toxular da satırlar. Burada bədən daha qəşəng qaralsın, nəmli qalsın deyə istifadə onlardandır. Düzü mən istifadə eləmirəm, amma çox insan istifadə edir. Yəni qızlar, uşaqlara bir qazan kotlet elədim. Görən çəkilişdə kotletin rəngiliyi belə çıxır hər dəfə. Nəysə, görünüşü elə deyil, sadəcə kamerada elə düşür. Və dedim, getməmişdən öncə həm bir şey alım evə, həm də ki, uşaqlara yemək pişirim deyə. Hüseyin neçə gündür xala keyf elə deyir. Ona görə onu keyf edəcəm. Onların xoşladığı soslardan aldım. Bir dənə belə pendir sosu, bizim süfrənin. Çox xoşum gəlir. Bizim süfrənin sosları qəşəng olur. Bir dənə belə samırsaq sosu. Sonra bir dənə sadə mayonez. Bir dənə də belə balaca çili sosu. Çili, acılı. Və Pilus'dakı turşu da aldım. Sadəcə turşunu açmışam. Ondan sonra toyuq filesi falan belə şeylər aldım. Həm markete gələndə, həm də evə qaydanda çəkmədiyim. Çünki alışveriş vlogu çoxdur. Bu videoda çoxdur. Belə qızlar. KFC-də hər şeyini hazırlamışam. Salariyaya gedib gəlib, sonra düşürəcəm. Deməli qızlar, artıq KFC-miz də hazırdır. Göz haqqınızı halal eləyin. Niyə rəngi belə düşür bilmirəm, amma telefonda rəngi çox düşür məndə. Niyə belə düşür mən də bilmirəm. Əsas bunların bəyənməyidir. Mən o qədər də bəyənmədim bu səfər. Görə nə deyirlər? Ağzımın arasında da yemək var. Başqa Murada götürürsə onu mən. Hə? Murada götürürsə. Saat da 1:00 biz hələ yatmamışıq. Düşmüşüm marketə, dünyanın üzünü kör qoyub özümə görün almışam. Artıq marujnanı dəyişdim, uşaqlığımda olan yeyirəm. Valla məni qınamayın, mənim mədəm bahalı marujna götürür, bacı. Götür. Mənim var mıydı? Bu 70 dedin sen, 70 qəpdir. 75. 75 qəp dostlar. 2 dənə götürür. Ha. Öz pulu var ay başı, xərcləmin. Öz pulum var ya, amma sonra bunu xərcləyəmirəm. Çatırda sen oradan 2 manat isə qəpir şey vurarsan. Ha, ben necə? Kablo vururam. Kabra ha 3 manat, şu da 5 manatın qalır da levi. 3
Hə. 3, o da 5 manat. ha 4, 5 manatın qalır da yerdə. Mən buna versəm, mən koyarım. Sən onu sür, oynadan yaxşı. Suda doldursan 10 saat vurursan. Bunu kimi verir? Nə deyim? Tabii eləsəydin. Səndə varsa bilməm. Yox. Elə bir az günümdə o pahalı şeylərdənsə bu qəşəngdir. Az günündə alaram da sentyabrda. Da o sərfələnir axı. Az Sən günümdə nasıl- qışa düşür. Bu yay düşür. İstiyorsan doldur, istiyorsan oynayırsın. Sen söyleyeyim dostlar, istiyorsan oynayır. Qəşəngdir, amma Qəşəngdir, alan olsa da bunu sən mənə al. hə, neçədir bu? 14 Hə, manat. o da ya da bunu al, bu qəşəng. Neçədir? Yox, vallahi ki, nə qəşəng. Bir də qalın görmürəm, qalaya nə salasan. Gül Hə, bax. 5 manatdır. 5 manatdır. Vallahi o qədər sorsan da mən 5 manat verirəm. Onda lan var. Alırsa, hə. Mən sənə bir dənə hədiyyə eləyirəm, görəm. Hə, illərdir qaldı cəmatın marketində, çəkə deyil. Yürü burada, çəkə gəl. Yox. Biləm. Hər şey burada 5 manat düşürmürüm. Hər şey 5 manatdır. Niyə? Hə. 5 manatdır. 5 manat düşürsə alırsan. Gəl, gəl. Bunun işi da yanıyor. Ay, gəl gedək də, gəl, yuxum gəl. Nə da işi? Mıncıqla cıncıqla, qol bağı. Yavaş aşırtdın da, aşırtdın. Onu da qoysan aşıracaq. Heç nə işi yox. Allah haqqı onu da onun üstünə qoysan aşıracaq. Vallahi. Qərar ver, rəsxud elə. Belə bir 5 manat buna versən mən. Qalır mənim 25 manat. 25 manat. 25 manat pulunu 5 satır. manatın 20 manatını verərəm mən. Velosipedə yerdə 5 manat qalır. 5 manatda da bayaq sən mənə göstərdin 1 manat isə qeyb 2 manat idi. 2 manat 5 isə qeyb. manatdan mən geri 3 manata kablo olsam, Hə, bilirsiniz. Niyə məcburdur kablo alırsan? bunu alamam. Getdi. Bu səfər onu al, o gələn dəfə mən o kablonu da mən alaram. İstəmirəm. Özüm